Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimin ve telazimin ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilme. Sonra Şeyh İmam Buxari rahiməhullah gətirir ki, Səmi'tu Səib ibn Zeydə yəqul və eşitdim ki, Səib ibn Zeyd deyir ki, Zəhəbdu bi xaləti ilə Nəbi s.ə.v. Getdim deyir, xalamla bircə Peyğəmbər s.ə.v. yanına. Fəqalət, xalam dedi ki, Ya Rasulallah, ey Allahın Rasulü, İnnəbnə uxti vəqi'a. Deyir ki, ey Allahın Rasulü, bacım oğlu xəstədir. Yəni, xəstəlikdən vəqi'a deyəndə, yəni, hansı ki, ağrıyır, ağrıdan yediyə bilmir də, yəni, qısalar tutulur. Və deyir ki, fəməsəhə rəsi, mənim deyir, başımı sığalladı, məsəkdir. Və da'a li bilbərəkə, mənə deyir, nədir, bərəkət dilədi. Fummə tavadda'a, sonra dəstəmaz aldı. Fəşəribitu min vudu'ihi, və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmaz suyundan içdim. Peyğəmbər sallallahu aleyhi ve sellemin dəstəmaz suyundan içdim. Fummə qumtu xalfə zahrihi, sonra deyir, onun deyir, arxasında durdum. Fənəvardu ilə xatəmin nübüvvə beynə kətfeyhi mithlə zirril həcələ. Deyir, onun arxasına keçdim və orada çəklik yumurtası boyda, yəni iki kürəyin qılıncında, kürəyin ortasında çəklik yumurtası boyda deyir, bir de peyğəmbərlik möhrü gördüm. Çəklik yumurtası boyda peyğəmbərlik möhrü gördüm. Sonra Şeyh gətirir ki, ثُمَّ تَوَدَّ فَشِرْتُ مِنْ وُضُوِهِ بَيَانُ جَوَازِ الْاِسْتِعْمَالِ الْمَالِ مُتَوَدِّئِ بِهِ. Yəni, buradan deyir, görünür ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmaz aldığı sudan içibsə də, o təbarrukdur, o Peyğəmbərlərə təbii ki, aiddir. Lakin burada nə göstərilir? Dəstəmaz alınan suyun qalanından dəstəmaz almaq icazəlidir. Yəni, istifadə etmək icazəlidir. Nəhyəcül ixbaru bil mərad ləqun bişarti ələ yuqsada bidəyəkə şəkvə. Deyir ki, həmçin deyir, xəstə haqqında deyir, xəbər vermək icazəlidir, lakin deyir, şikayət etmədən. Yəni, deyirsən ki, filan kəs xəstədir də, filan kəsi harasa aparmaq lazımdır və s. və eləx, bu deyir, nədir, icazəlidir. Lakin şikayət eləməsin də, biliyorsun, yanına gedirlər, ora mağarır, bura mağarır, bu deyir, şikayət şeyləndir. Amma deyir, xəstəliyin deməkdə problem yoxdur. Xəstəliyin deməkdə problem yoxdur. Əgər deyir, qəsd olaraq xəbər babındandırsa, orada problem yoxdur. Qəsd olaraq, bəxt edilmiş xəbər babındandırsa da, orada problem yoxdur. Liyana bidə qusdə bidəlikə şəkvə fəqad iştəkəl xaligə filəl məxluq. Əgər şahid baxımından eləyərsə də ki, uşağın belədir, belə xəstələrini belə oldu, artıq deyib, xaliqin, bax, qadiyə bax, xaliqin verdiyi hansı ki, bir imtihanı məxluqa şahid edir. Aydın oldu, qəsd. Yəni, bu xaliqin verdiyi bir deyil, nədir, imtihandır, bir xəstəlikdir və s. Bunu deyib, məxluqa neyini? Şahid edir. Bu da deyil, nədir, Allah elə bir, hansısa bir məxluqa şahid edirsən. Bu da deyil, ən böyük xatalardandır. Ona görə, o babdan demək olmaz. Amma deyək, xəbər babından problem yoxdur. Filan kəs xəstədir, gedək ziyarətinə və filan kəs xəstədir, kömək eləyək xəstəxanaya aparaq. Burada problem yoxdur.
وفي أيضا كرم النبي صلى الله عليه وسلم حيث مسح رأسه ودعا بالبركة ومكنه من الشر من وضوئه، وأظنه والله أعلم أن هذا الصبي شفي بما حصل له من مسح النبي صلى الله عليه وسلم رأسه ودعائه بالبركة وشرب ببركته وشربه min vuduihi. Allah bilir deyir, doğrusunu deyir. Yəni deyir, bəzi mənbələrə görə, yəni Peyğəmbər s.ə.v məhz çəkəndə artıq sağaldı uşaq. Məhz çəkəndə artıq nədir? Uşaq sağalmışdır. Həmçinin deyir, Peyğəmbərliyin isbatı deyir burada. Çünki deyir, o möhür deyir, Peyğəmbərliyin nə idi onda? İsbatıdır. وقد ذكر في قصة إسلام سلمان الفارسي أنه تنقل من السيد إلى السيد ووصف له النبي صلى الله عليه وسلم كان من جملة وهو وصفه له أنه في ظهره وبين كتفين خاتم النبوة. Bu rivayətdən görünür ki, deyir, onun artıq Peyğəmbərliyin nədir? Əlamətidir, hansı ki, deyir, onun deyir, arxasındaydı. Bu, yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin hətta qıssasında da gəlir ki, Əbu Taliblə gedəndə ticarətə. Birisi bu qıssanı ki, onun üstündə bulut gedir. Bulut gedəndə onu bir tanıyan olur. Deyir ki, bu bulut hara gedir, onun arxasınca gedir. Deyir, mən deyir, oxumuşdum, deyir, onun haqqında deyir, gələcəkdir. Tövratda deyir, oxumuşdur, Əhməd haqqında deyir, gələcəkdir. Onu deyir, baxın, onu bilən gətir, deyir, gətir, arxasına baxanda, deyir, bu deyir, onda deyir, Peyğəmbərlik əlamətlərindəndir. Bu deyir, siz buna qarşıya vuruşacaqsınız. Deyir, biz deyir, yəni buna, yəni çox istədiyimizə qarşı necə vuruşuruq, deyir, vuruşacaqsınız. Yəni, bu da nədir? Təbii ki, bütün Peyğəmbərlərdə nədir? Baş verişdə aleyhissalam ilk dəfə nə vaxt gəlir? Özlərindən müharibə nədir? Xuruc özlərindən gəlir. Və sonra növbəti hədisdə gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Kənə rical və nisə yətəvaddavunə fi zəmən Rasulullah s.ə.v cəmiən. Belə bir bab açılır ki, Bəb-i vudu'i racul mə'imrati və fadli vudu. Qadın və kişi, hansı qalan dəstəmazın alması, dəstəmaz alması. Bu nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləmdə vaxtında hicabın nazil olmadığı, əmr olmadığı vaxtda qadın və kişilər bir yerdə dəstəmaz alırdılar. Kənə rical və nisə yətəvaddauna dəstəmaz alırdılar fi zəmən Rasulullah s.ə.v cəmiyyən. Peyğəmbər s.ə.v dövründə nədir? Cəm şəkildə. Aleyhissalam və rəhmətullah bərəkədir. Bə'l-vudu racul mə imrati lə bəs bihi. Və kəzəlikə ixtisəluhu mə imrati lə bəs bihi. Bəl kənə Nəbi s.ə.v yaxtəsiluhu və Ayşətun min inəin vahidin qalə təxtəlifu əydinə fihi. Deyir ki, burada deyir, problem yoxdur. Qadın öz kişisinin yanında dəstəmaz ala bilərlər, bir qafdan. Deyir, Ayşə qaraqdan gətirir ki, biz deyir, Peyğəmbər s.ə.v dəstəmaz alanda deyir, bir-birimizə deyir, əksin eləyirdik. Xilaf deyir, əksin. Mən götürürdüm əlim yanında, o götürürdü. O götürür qaydan, sonra mən götürürdüm. Belə nədir? Bir-birimizin eyni yerdən nə ayırırdıq? Dəstəmaz alırdıq. وهذا لا شك أنه من أسباب المودة والمحبة بين زوجين. Və bu deyir, şək yoxdur ki, nədən xəbər verir? Kişi və qadının, belə deyək də, arvad və kişinin, zövcə və zövcətin bir-birinə olan məhəbbətindən xəbər verir. Ki, yəni, eyni yerdən dəstəmaz alırlar, eyni yerdən deyir, yemək. Bunlar hamısı nədir? Bir-birinə olan sevgidən, hörmətdən, ehtiramdan nədir? Xəbər verir. Ən yəkuna kullu minhumə yüşərikul əxar fi təharətiğuslihə vuduhə. Həmçin deyir, qusulla da icazəlidir. Qusulla da icazəlidir. Bir yerdə, eyni yerdə nədir? Qusullanmaq. Bu da kimdən gəlir? Meymnə radiyallahu anhdən. Biz deyir, nədir? Bir yerdə, eyni yerdən deyir, su götürək neyinidir? Qusullanırdıq. وابن عمر وعن أبيه كان الرجل والنساء يتوضؤون في زمان النبي صلى الله عليه وسلم جميعا يريد بذلك نساء مع أزواجهن لا نساء مع رجال أجانب. Yəni burada deyir,
qəsd olunan deyil, İbn Ömərdən gələn kişi qadının yanında dəstəmaz almaq deməkdir. Yəni, başqasının yanında deyil, buna dəlil deyil, bu deyil. Ondan xəbər vermir. Əgər deyil, baxsan ki, deyil, müəllif belə bir bab açır. Fadli vudu mər'ati, qadının deyil, nədir? Qalan suyla dəstəmaz almaq. Bəzi alimlərə görə Peyğəmbər s.ə.v gətirir də bu hədisi. Peyğəmbər s.ə.v qadının qalan suyla dəstəmaz almağını qadağan edir. Lakin bu hədis nədir? Zəifdir. Bu hədis zəifdir. Həzə hədisun zəif. Niyə? Meymunə radiyallahu anh hədisi bunu neyir? Zəiflədir. Çünki deyib, biz Peyğəmbər s.ə.v bir yerdə nədir? Dəstəmaz alırdıq. وأستدل بحديث النهي إنه النبي صلى الله عليه وسلم يتوضأ رجل بفضل طهور المرأة أو المرأة بفضل طهور الرجل مع أن توضأ الرجل بفضل طهور المرأة وورد فيه جواز. Yəni deyir, kişi qadının, qadın da kişinin qalan suyla dəstəmaz nədir? Allah bilər. Buna hədislər nədir? Çoxdur, dəlillər çoxdur. Və sonra gətirir ki, Cəbirlə rəvayət olunur. Cəə Rasulullah s.ə.v yəuduni deyib, Peyğəmbər s.ə.v mənim yanıma gəldi. Və ənə məridun lə əqil. Yəni deyib, huşumu deyib, itirmişdim. Ağrıdan, nədir? Xəstəlikdən deyib, halsızlaşmışdım. Lə əqilə dedi, ağlım yox deyəm. Yəni, nədir? Huşum getmişdir. Yəni, çox ağır vəziyyətdəyim. Və tavadda və dəstəmaz aldı. Və sabbə aliyyə min vuduihi. Və deyil, aldığı dəstəmazdan neynədir? Üzümə su atdı belə. Su atdı. Və mən dedim, ey Allahın Rasulü, limən mirasu innəmə yərithunu kələlə. Deyir ki, ey Allahın Rasulü, mənim deyir, yəni miras veriləsi heç nəyim yoxdur, qohumlarım da uzaqdadır. Yəni miras kələlə, necə ayədə keçir, oğlu, uşağı, atası, anası, evladı olmayan şəxsə deyilir. Mirassız adı var, hər şeyi. Baxırsa, heç nəyə, heç kimi yoxdur. Aydın oldu mu? Heç kimi yoxdur. Və deyir ki, ey Allahın Rasulü deyir, mirasım kimə qalacaqdır? Mənim qohumlarım deyir, nədir? Tamamilə nədir? Uzaqdadırlar da, elə bir şeyim də yoxdur, yaxınım da yoxdur. Bu zaman deyil, miras ayəsi nədir? Nazil oldu. O da haradasa Nisa surəsindən başlayır, 176 belə oradan başlayır miras ayələrdir. Yəni, burada qəsd olan nədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nədir? Onun üzünə su atması. İğməu müttaqdiyə yuğatta əqluhu min mərad əvqeyri. Buradan hədisdən deyir, götürən fayda, əgər, bu da qəşəng bir fayda gətirir, çox maraqlıdır. Əgər deyir, xəstələnərsə, insan qızdırma başlayarsa, sırası soyuq su qoysunlar. Soyuq su ilə çimsin və yaxud da üzünü yusun. Bu deyir, ilkin nədir? Sadəcə səbir etmək lazımdır, yavaş-yavaş düşəcəkdir. Bu niyə belə baş verir? Gəl deyir, doğrusunu deyir, Allah bilir. Bəzi alimlərə görə hərarə təxrucu minəl cəvf. Deyir ki, istilik daxildən çıxır. İstilik insanın tam dərinliyindən, daxilindən çıxır. Və təqunu alə səth. Daxildən deyir, 36 dərəcə oldu, hamı bilir. Yəni, daxildən nədir? Üzə çıxır. 38-də qalxır, artıq nədir? Üzə çıxır. Və yəbqa dəxil cəvfi bəri. Əgər deyir, üzdən deyir, təmiz çıxandan sonra deyir, artıq deyir, daxil nə olur? Soyuq olur. Sərin olur, soyuq olur artıq deyir. Və ləhədə təhsul fi mə'məridi bihümmə qaş'arirə. Qaş'arirə nədir? İnsan deyir, üzə çıxdıqda hərarəti, daxildə soyuq olur, başlayır titrəmə verməyə. Deyir, bu baş verirmi? Təbii ki, hamıda baş verirdi. Qızdırmadan titrəmə gəlir. Qızdırma nətər ola bilər titrəmə versin? Demək, daxildə nə qədər istilik var, üzə verir, üzdə qalır. Daxil artıq soyuq olur. Baxın, deyir Allah rəhmədinə, buradakı sən failiyə bax da. Orada deyir, sana verir, titrəmə. Titrəmə vermə səbəb odur. Kəənnəhu bərdən, elə bir deyir, soyuq bir yerdəsən. Liənnə batinə bəridin. Çünki deyir, batin daxildədir, soyuqdur.
Və izə subbə aleyhi məu bərid, əgər deyir artıq soyuq su vurarsansa da və soyuq su ilə çimərsənsə də, inhədərat burudə illə əsfəl, o soyuq deyir nədir? Daxili içəriyə gedir. Cavf tərəfə gedir. O çıxan yer ki var idi, istinin çıxan yeri. Həmən o soyuq deyir, ani bir anda deyir, qanla bərabər üşüysən axı, içəriyə gedir. İçəriyə getdində deyir, aşağı düşdükcə deyir, həmən üstdəki deyir, istilik, hansı ki çıxmışdır, aşağıdakı artıq neyniyir? Geriyə qayıt bərabərləşir. Bərabərləşdikdə deyir, qanla, artıq deyir, neyniyir? Həmən hərarət düşür. Sərdən soyuq artıq o neyniyir? Hərarəti nədir? Salır, düşür. Bu da deyir, doğrusunu Allah bilir, cəsəd deyir, bununla deyir, düzəlir, deyir, bərabərləşir. İçərdə və çöldə olan hərarət neyniyir? Tarazlaşır, deyir. Və buna görə də deyir, artıq, bu da bir Allahın rəhmətidir ki, fayda babından ki, insan deyir, orada şey deyir, hümməsi düşür, qızdırması nədir? Düşür. Kələliyə gəldikdə deyir, kələlə deyir, insanın deyir, heç nəyi olmadığı bir şəxsdir. Necə Allah s.ə.v. buyurur ki, deyir, Qulilləhu yuftikum fi kələlə. Səndən deyir, fətva istədilər. Nə haqqında? Hansı ki, kələlə valideynləri, uşaqları olmayan. Deyir, Allah subhanahu wa ta'ala onun haqqında deyir. İnimru'un hələkə leysə ləhu vələdun və ləhu uxtun fələhə nisfu mə təraq və huvə yərisuhə illəm yəkun ləhə vələd. Deyir, valideyni və övladı olmayan kəsin mirası barəsində soruşulanda ki, Allah subhanahu ta'ala o haqda deyir, fətva verir. Övladı olmayan şəxs öldükdə, yəni heç nəyi yoxdur da bu insan, amma mirası var, böyük mirası var. Öldükdə deyir, onun bacısı varsa qoyub getdiyi mirasın, yəni mənza verir, mənə belə qoyub getdiyi mirası yarısı ona düşür. Nə valideynləri, nə uşaqları varsa yoxdur. Amma qoyub getdiyi mirası yarısı nəyə düşür? Bacısına düşür. Əgər ölmüş bacının övladı yoxdursa, ölmüş bacının evladı yoxdursa da, qardaşı o varisdən nədir götürür? Yəni, 3-dən 2-si qardaşa, bir də nəyə düşür? Bacıya düşür. Yəni, miras biraz qəliz məsələdir. Lakin, əgər kələlə deyiriksə deyir, kələlə mənası deyir, odur ki, evladı nədir? Olmayan və valideynləri nədir? Olmayan şəxsə deyilir. Hədə surədə lə təntaqilu itləq illə mə leysə ləhu vələd. Əgər evladı varsa da, mütləq şəkildə deyil ha. Amma evladı varsa da artıq varis nədir? Evladlar arasında nədir? Bölünür. O da təbii ki, deyir, ixtilafdır, bölünür. Uşağa çox düşməklə, qıza nə qədər düşür, oğlana düşür və ya ibadət əhlinə nə qədər düşür, ibadət olmayana nə qədər düşür. Bunlar nədir? Fərqlidir. Sonra yeni bir bab açır şeyx. Burada inşallah kifayətlənər. Allah subhanahu bizə şifaydanlardan etsin. Subhanaka Allahumma və bihamdik. Əşhədu an la ilahe illə əntə estəğfiruka və etûbü ileyk.